Türk Qadınlar Mərkəzinin yeni il münasibəti ilə bəyaniyəsi. Bütün İranın, xüsusən Azərbaycan bölgəsinin əzab çəkmiş qadınlarının adına yeni bir ilin eşiyində dünya və xüsusən bizim yurdumuz ağır, qaranlıq və istirabla dolu günlər yaşadığı bir zamanda biz qadınlar yaralı amma dayanıqlı ürəklərlə bu bayramı baharın ilk çağında əziz tuturuq. Bayram yenilənmənin və yenidən doğuşun pəyamıdır. Amma bu il savaş, zorakılıq və baskının qara bulutları yurdumuzun göyünü elə buruşdurmuş ki, bahar günəşi də xalqımıza layiq olan şəkildə parlaya bilmir. Bu arada acı bir həqiqət yenə özünü göstərir. Qadınlar həmişə savaşların ilk və əsas qurbanları olmuşlar. Savaşlar yalnız şəhərlərin və zirsaqtların viran olması deyil, savaş, əmniyyətin, kəramətin və gələcəyin dağılmasıdır. Və bu arada qadınlar başqaları ilə qarşılaşdıqda daha çox zərər görürlər. Çünki qadınlar çox zaman müstəqim və qeyri-müstəqim zorakılıqlara qarşı daha qorunmasız qalırlar. İtki, avaralıq və ailələrin dağılmasının ağır yükünü çiyinlərinə alıblar. Və çox hallarda savaş zamanı onların insani həqləri daha çox görməzlikdən gəlinir. Bizim ölkədə savaş və böhranların kölgəsi yanında qadınların əsarətləri hələ də davam edir. Cinsiyyəti apartheid qadınların həyatını məhdud və nabərabər edib. Qadın olmaq hələ də gündəlik təb'iz, yox edilmək və inkar olmaqla üz-üzə qalmaq mənasındadır. Buna baxmayaraq ki, biz qadınlar qaranlığa təslim olmuruq. Biz türk qadınları başqa qeyri-fars qadınlar kimi milli kimliyimiz və əslimizin görməzlikdən gəldiyini, tapdalanıb və kənara itildiyini bir vəziyyətdə çoxlu sitəmlərlə, hətta çox boyutlu zülmlərlə üz-üzə gəlmişik ki, bu da ağırlığını qat-qat artır. Biz inanırıq ki, qadının azadlığı insanın azadlığının müqəddəməsidir və heç bir camiə azadlığa və ədalətə çatmaz, məgər qadınları azad olsun. Biz savaşa qarşı dayanmışıq, çünki savaş yaşam və həyatın düşmənidir. Biz hər növ ayrı seçkiliyə və cinsiyyəti aparthayda qarşı dayanmışıq, çünki insani kəramət bölünə bilməz. Bu bayramda göy yenə də qaranlıq olsa da biz aydınlığa inanırıq. Biz o gələcək barəsində düşünürük ki, orada heç bir qadın əsir olmasın, heç bir insan cinsiyyətinə görə haqları tapdalanmasın və sülh zorakılığın yerini tutsun. Bu ümid sadə deyil, amma həqiqidir. Bu aydınlıq uzaq deyil, əgər biz onun üçün dayanacağıq. Dey ayında və ondan qabaq rejimin soyqırımlarında canını itirənlərin yaxınlarına və həmçinin bu evlər yıxan savaşın məsum qurbanlarına baş sağlığı diləyirik və yeni ili və baharın gəlməsini əziz tuturuq.